2025-ci il Time kitabından numeral mövzusulə davam edirik. Sayılar. Demək olar ki, bir çox mövzuların izahını artıq vermişəm. Kanalımda var. Ehtiyac olarsa baxa bilərsiniz. Suallarınız, təklifiniz varsa şərhlərə yaza bilərsiniz. Yəni də hansı mövzuya ehtiyac varsa qeyd edin. Problem yoxdur. Birinci suala baxırıq. Find out the appropriate option. Düzgün seçim tapırıq. More for students. Yadınızda saxlayın, belə variant ola bilməz. For more students daha düzgündür. Yəni 4 tələbə nəzərdə tutur. 1 düzdür, 2 səhvdir. A few more students ola bilər. A few sayılan isimlərlə işlənir, cəm isimlə işlənir, düzgündür. More, a few olmaz. Yadınızda saxlayın ki, ümumiyyətlə more belə birləşmələrdə əvvəldə gələ bilməz. Baxın, 1 və 4 səhvdir. Cavabımız 2, 3-dür. İkinci suala baxırıq. Of soldiers were waited till the commander-in-chief came back. 200 of soldiers olmaz. 200'den sonra of işlənmir. 200 qətiyyən olmaz. Bunu yadınızda saxlayın. Çünki sayılar cəmlənmir. Cəmlənmək ismi məxsus bir haldır. 100 of soldiers, 2 of soldiers da olmaz. 100 yox, hundreds of soldiers olardı. They are dozens of metal or plastic hooks in a zipper. Bəli, hundreds və dozens of. Üçüncü suala baxırıq. People participated in the song contest. People var. İsim var. 2 millions olmaz. Çünki bayaqda dediyim kimi sayılar cəmlənməz. 2 million of saxlayırıq. 2 million of niyə ki? 2 milyon, axı 200, 2 milyon, yəni belə anlaşıldıqdan sonra of işlənməz. Ona görə 2 milyon da getdi. Millions of people participated saxlayaq. Millions of the people. Yaxşı, saxlayaq. İkinci sərfə baxaq. Hundreds of these metric tons of soil gets. Hundreds of ola bilər. Hundreds of this niyə veririk? Bir də dozens'ı niyə cəmləndirmişik? Olmaz. Yəni əvvəldə to gəldiyi üçün olmaz. Cavabımız C-bəndir. 4-ə baxırıq. I paid clerics Miss Havisham's 900 pounds. 900 olmaz. Qələmimizi götürək. 900 olmaz. 900 pounds. Nədir? Pounds nədir? Eyni vaxtda işlənməz. 900 yenə də 100'ı cəmləyib. 900 pounds. Saxlayaq. İkinci sərfə baxırıq. Sam Coyle is one of the Mississippi's death row 70 years old. Yadınıza saxlayın. Arada defis işarəsi varsa baxın. Years cəmlənə bilməz. Defis işarəsinə görə. 70 year old. Okey, düzgündür. Axırıncıya baxaq. He committed little year ago anlayışı yoxdur. Year sayılır, little sayılmır. Many years ago. Cavabımız elə ibəndir. Baxırıq 5'ə. Last month we were going to study. 12-ci unit demək istəyiriksə the 12th unit deyərik. Baxın, burada Z artiklı yoxdur. Qələmimizi götürürük. D artiklı yoxdur. 12 unit olmaz. 12-ci unit deməliyik. 12-ci unit olmalıdır. Burada isə 12 unit deyir. 12th unit. İkinci sərfə baxırıq. It took them a day and a half. Bu onun bir gün və yarımını aldı. Cavabımız D-bəndir. 6-cı suala baxırıq. 5 times 3 is 15. Düzgündür. 5 əfə 3, 15. Aha. 5 times 3 makes 15. Düzgündür. 5 threes are 15. Düzgündür. 5 multiplied by 3 is. Baxın, həmişə xəbərə fikir verin. Uzlaşmada bu sizə lazım ola bilər. 5 vuraq 3, xəbər təklif verməz. Is 15. 5 multiplied by 3 equals. Baxın, burada təklif verib düzgündür. Problem yoxdur. 7-ci suala baxırıq. Səhv istəyir bizdən. Find out the wrong option. In the 79th day of the voyage, nothing was on the plan. 79 günlük səyahətdə heç nə planlaşdırılmamışdı. Düzgündür, 79, düzdür. Özündən sonra isim gəlib.
B-yə baxırıq. He's been able to work in the gold mines for 3 years and a half olmalıydı. Cavabımız B'dir, wrong istəyir. Although Dorian Gray was in his 80s, düzgündür. In early 40s, düzgündür. 80'lərində, 40'larında. Roughly 200 locals died of starvation and contagious disease last winter. 200 düzgündür. Roughly isə təxminən deməkdir. Deməli, təxminən 200 yerli aclıqdan və yoluxucu xəstəlikdən keçən il vəfat etdi. Düzgündür cümlə. The biggest mistake was that we forgot having looked for her in room 1. Düzgündür. Birinci otaq. Find out the right option. 8-ci suala baxırıq. Düzgün istəyir bizdən. 3 of lions escaped from the caves last night. The 3 of lions. The 5 firemen sacrificed their lives months ago will always be commemorated. 5 firemen, the 5 firemen sacrificed their lives months ago. 5 firemen, 5 yanğın söndürənlər, öz həyatını itirilənlər. 5 firemen, burada səhv nədir ki? Buradakı səhvi görə bilmədim. 5 firemen. Z artiklına görə də bəli, Z artiklı varsa 5 verilməzsə 50 olardı. There are 50 hives in the field and their total population was nearly 3 millions. Millions sözü cəmlənməz. Ona görə səhvdir. 8-ə 1-dir cavab. The 5 firemen, bəli, 1-dir cavab. Deyirəm axı 5 firemen, burada əgər firemen olmasaydı da 50 olardı, cavabımız 1-dir. There are 50 hives, burada millions olmazdı, millions cəmlənmir. Though it is supposed to be a 8 volume book olmaz, an 8 volume book səhvdir. 3 millions cəmlənməz, ona görə səhvdir. Nəsə fikrim yayındır. 9-a baxırıq. John Grisham has sold over 55 million copies. Baxın, defs işarəsi var. 55. Okeydir. Millions cəmlənməz. Saylar cəmlənmir. Birdən onu yadınızı saxlayın. Ona görə bu variantları silin. 55 million copies düzgündür. 50 copy yox. Təkdə işləmir. Axı 45 milyon kopyadan söhbət gedir. İki variant arasında qalırıq. İkinci tərəfə baxırıq. İkinci cümləyə baxırıq. The second trial was held 6 months later, düzgündür. 4 hour yox, 4 hours, ona görə bəndə səhvdir. 10-cu suala baxırıq. The island of Kau had the honor of being one of the wettest places on earth with an average of per year. Average of 1240 cm düzgündə 1240 düzdür. Burada isə deyir ki 1200. Thousand'ın qabağında 1 verməlisən və yaxud da E artiklı verməliydik. 1240 centimeters esi yoxdur. 1200 cəmləyib olmaz. 11-ci suala baxırıq. Bicycles are compact and relatively fast with average urban speeds of 20 km. 20 kilometers per hour deməkdir bu. Of the olmaz. 20 km per hour yox. The 20's olmaz. 20 km per hours. 20 km per hour. Saat niyə cəmləyək ki? Burada saatın cəmləməsindən söhbət getmir. Cavabımız İbəndir. Qələmimizi götürək və bir i yazaq. Qarışıq düşməsin. 12'ye baxırıq. I am told to write a 200 word olar. Defs varsa yadınıza saxlayın. Heç bir halda cəmlənmir. Yəni isimlər cəmlənmir. Baxın, burada cəmlənib, burada cəmlənib, elə 100's də verib cəmləyib. 200 word yox. Axı özündən sonra article sözü var, yəni isim var, E artiklı var. Ona görə cavabımız Dibəndir. Heç bir halda defs olan zaman cəmləmə olmur. Yadda saxlayın bunu. Bu isim bölməsində də olur. 13-cü suala baxırıq. There is 100 pounds in his bag.
Aha, he was a short dry man between 40 and 50 years old. Baxın 40 and 50 years esi verməyib. 100 pound yox, pounds, 100 cəmləyib. 100 poundun qabağında isə article verməyib, cavabımız C bəndi. 14-ə baxırıq, səhv istəyir bizdən. She was born in the latter half of the 18th century. Düzgündür. There were some tense moments in the second half of the game. Düzgündür. Yox, there were some tense moments in the second half of the game. In the second half. Niyə cəmləyib ki? İkinci yarıda. Cavabımız bir bəndə. She cut the sandwich into two halves of equal size. Düzgündür. Əgər two olarsa cəmləyə bilər. The other half of the house was used as a textile factory. Düzdür. The receipt calls for half a cup of milk to add it to the mixture. Düzdür. 15'ə baxırıq. More than percentage. Bu çox sadə bir şeydir, ancaq çox vaxt təsvir müəllimlərimiz bunu qarışıq salır. Yadınızda saxlayın ki, percent sözü rəqəmlə işlənir, percentage isə ümumi anlayışdır. Cavabımız eybəndə olacaq. Yəni baxaq. More than 90% of the workers on this farm are young or middle-aged but experienced. The large percentage of the workers on this farm are young or middle-aged but experienced. Deməli, 90% işçilər bu firmada orta yaşlı və təcrübəlidir. İkinci səhvdə deyir ki, işçilərin böyük faizi orta yaşlı və təcrübəlidir. Orta yaşlıdır, ancaq təcrübəlidir. Görürsünüz, sadəcə olaraq bir dənə rəqəm sizin bir sualınızın cavabıdır. Rəqəm olarsa percent, ümumi anlayış olarsa percentage veririk. 16'ya baxırıq. Another couple of days olardı, esi yoxdur. The last couple of days düzgündür. A more couple of days olardı. A couple more days daha düzgündür. Bəli, the past couple of days 2, 4, 5 cavabımız eybəndi. Bunları ümumiyyətlə bir yerə qeyd edin. Yəni bu birləşmələrin düzgün olduğunu yadınızda saxlayasınız deyə. The play starts at 5 p.m. Düzdür. The play starts at 5. Problem yoxdur. 5 o'clock p.m. a.m. Baxın, bunlar heç bir halda olmaz. Yadınızda saxlayın. The play starts at 5 o'clock sizin səhv yazın. Bircə birdir. Düzgün cavabınız. 18'e baxırıq. She translated and baxın yenə də bayaqki məsələ defis varsa heç bir halda cəmləmə olmur. Onsuz da burada səhv eləyib cəmləyib, burada da cəmləyib, burada da cəmləyib. İki variant arasına qalırıq. İkinci tərəfə baxırıq. During the 3 hour axı burada apostrofes olmalıdır. Düzü cəmlənməyib. Düzgün ancaq apostrofes olmalıdır. Çünki özündən sonra isim var. Cavabımız C-bəndi. Numeral elə bir mövzudur ki, bir çox hallarda heç tərcümə bilməsəniz də sadəcə olaraq qaydaları bilib düzgün cavab yaza bilərsiniz. Yenə də tərcümə edək. O 700 sözlük artiklı məqaləni bir göz qırpımında tərcümə etdi. Baxın, in the blink of an eye sözünə diqqətli olun. Bir dəfə də testdə qabağımıza çıxmışdı bu birləşmə. İmtihanda sizə düşə bilər. During the 3 hours wait, 3 saatlıq gözləmədən sonra the excited child wandered here and there on the platform. Həyəcanlı uşaq platforma üzərində gəzinirdi. Wander sözünə fikir verin. Wander sözü ilə çox vaxt qarşı salırlar. 19'a baxırıq. 300 of books. 300 of the books olardı. 300 cəmləyib qətiyyən olmaz, cəmləyib qətiyyən olmaz, bircə 3 düzgündür. 20'ye baxırıq, səhv istəyir bizdən. I was 100% düzgündür. 100 görsüz rəqəm var, percent var, düzgündür. A high percentage düzgündür. You got 30% düzdür. Baxın, percent sözünü cəmləyib yadınızda saxlayın. Faiz cəmlənməz, say cəmlənməz. Cəmlənmək ismə aid olan bir xüsusiyyətdir. Belə, bizi kaydını dayandırmamış. Mən videonu dayandırım. İnşallah ki, davamını çəkəcəm yenə də. Nəsə son vaxtlar axıra kimi qeyd olunmur deyə məcbur qısa videolar şəklində çəkirəm. Bəyəndinizsə like edib abunə olmağı unutmayın. Hələlik.